Bir xanım yazdı mənə, dedi ki, atam dünyadan köçəndən sonra qohumlar da yad oldular. O bir vaxtlar qonaqlı, qaralı, əqrəbəli evimiz bir anda atamdan sonra sükuta döndü. Qapımızı açan olmadı. Allah heç bir övladı valideynlə, böyüyünlə sınağa çəkməsin. Allah rəhmət eləsin, məkanı cənnət olsun inşallah. Yazmışam ki, şənlik idi, səs-küylü idi evimiz. Süfrənin başında atam var idi. Yığardı hər kəsi öz qanadına, hər kəsə arxaydı, bir dayaq idi. Dağıldı, töküldü indi həmin ev. Atamın gedişi ilə yıxıldı, getdi. Bir vaxtlar qonaqlı, qaralı idi, ən doğma kəslər də yad oldu, getdi. Uşaqlıq illərimə dönə biləydim. Hər qızın ataya ehtiyacı var. İncimə ay ana sözümdən nə olar? Ata qayğısına ehtiyacım var.